Salam dəyərli şagirdlər. Bu gün 19 aprel güvənin rus bölməsi üzrə Azərbaycan dili imtahanı sınağı keçirilmişdi. Hal-hazırda sizə Azərbaycan dili suallarını sürətli bir şəkildə izahını verəcəm. Hansısa sualın ətraflı izahını istəsəz, videonun şərh bölməsinə yazarsınız. Sürətli bir şəkildə variantlar üzərindən gedək. Dinləmə mətnində yazmışdı ki, mətnin ideyasını ifadə edən fikir, orada uşaqların peşmançılığına danışırdı ki, sonraki peşmançılıq fayda verməz. Mətnin məzmunu əsasən hansı fikir yanlışdır? Ana övladlarına olan nifrətinə görə quşa çevrilmək istəyirdi. Quşa çevrilməkdə əsas məqsədi o soyuq sulardan doyunca içməkdir. 2-də C. 3-də mətndəki hadisələrin ardıcıllığı əvvəlcə ana xəstələnib övladlarına kömək istədi. Sonra quşa çevrilərək azadlığa can atdı. Uşaqlar onun arxasıca qaçdılar 3-1-2. Sonra övladların laqetliyinə görə evin soyuq məkana çevrilməsi 4, bir də 5. Qoy quşunun yumurtalarını başqa yuvalara qoyması. 3, 1, 2, 4, 5 A variantı. 4-dən mətnə görə qoy quşunun yaxşı ana olmadığını. Bu sual biraz da qaranlıq gəldi. Qoy quşun yaxşı ana olmadığını deyəndə böyük ehtimal ki, uçub getməsi, geri qayıtmaması. Amma belə baxanda bu, yəni ananın da günahı yox idi. Uşaqlar mərdimazarlıq eləmişlər. Orada ananın uçub getməyini, qayıtmamağını yazmaq olar. 5-ci sualda zəfli ilə başlayan cümlələr. Burada diqqət eləsək, yazıb ki, bircə saniyə hava işıqlaşdığı üçün meşə. Yəni işıqlaşdığı üçün. Niyə, nə səbəbə? 5-i A kimi A variantını götürmək olar. Hava işıqlaşdığı üçün. 6-ya gələk. 6-da çox açıq danışım. Burada çox açıq, açıqdan sonra feil gəlib. Burada yəni sifət yoxdur. Sifətin çoxaltma dərəcəsi yoxdur. 6-da C. 7-də görəsən modal söz kimi qoşma, mi ədat, ki bağlayıcı, səninlə qoşma, qədər qoşma. Ən uyğunu burada D variantı gəlir. Düzdür, orada axırda 2 ilə qoşma var idi, amma variantlarda o yox idi. Ən uyğunu D variantı gəlir. Ardıcıl. 8-də diqqət eləsək, zəflər burada zaman tərs. Burada sakitcə necə, amma süzdükdən sonra, dan-dəndən sonra, yəni dan-dən ondan belə deyim də, sonra sözü çıxışlıq ala artırılıb. Ona görə də burada qoşma var, zaman zərfi yoxdur. 8-də E. 9-da hansı cümlədə ismi birləşmişlənməyib? Burada yaşayanda. Bu feili birləşmədir. 9-da Y. 10-da biri tabeli mürəkkəb cümlə deyil. Oğlan başını qaldırıb səmaya baxdı. Göyün üzü tərtəmiz idi. Bunu götürmək olar. D variantı bu. Və qoyuruq bura. Olur tabesiz. 11-də bütün cümlə üzrə işləndiyi cümlə. Molla nə etdi? Açdı. Kim molla? Mübtəda xəbər. Nəyi düymələrini, uzun əbasının düymələrini, necə əbasının, uzun əbasının. Əbasının düymələri tamamlıq, uzun təyin, yeriyə, necə, bu da zərflik. A variantı. 12-də cümlələrin birində cümlə üzvün əlavəsi işlənmişdir. Qardaşın küçədə, maşının yanında səni gözləyir. Harada, harada. Burada küçədə, maşının yanında səni gözləyir. Diqqət eləsək, yer zərfliyin əlavəsi var burada. 13-də hoppanmaqda n-ya çevrildiyinə görə artıq n səsi yoxdur. Ona görə 13-də B olacaq. Yəni 12-13 B. 14-də yalnız düzəltmə sözlərdən ibarətdir. Diqqət eləsək, döyüş, döyüş, döyüşkən, yar, yara, yaralı, qorx, qorxaq. C variantı. 15-də dilənçi qoca mətni yəqin şagirdlər diqqətlə oxuyub. Orada C variantıdır 15-də. Həqiqəti deyərkən qarşı tərəfi alçaltmamaq. 16-da nə üçün insanlar dilənçini hər yerdən qovurdular? Çünki onun sözü demək forması insanları incidirdi. D variantı. 17-də qoca ilə dilənçi arasındakı əsas fərq nədir? Qoca xoş davranışı üstün tuturdu, dilənçi isə kobud danışırdı. Bəli, 17-də C. 18-də görünmək, tün qara hərflə məruz qalmaq, yəni düçar olmaq, uğramaq, tutulmaq, qınağa düşmək, qınağa tutulmaq. Amma görünmək o mənanı vermir. 18-də E. 19-da məğrurlu, ləyaqətli, qürurludur. Ədalətli isə yəni adına göründüyü kimi deyil, ədalətli. Yəni bunlar bir-birinə uyğun gəlmir. 19D. 20-də mətndə hansı nəticəni çıxarmaq olar? Həqiqətin necə qarşılanması onun hansı tərzdə deyilməsindən asılı olur? Bəli. 20-də C. 21-də o qəzəblə cavab vermişdi. D variantı. 22-də mətnə görə qoca dilənçi ilə ilk söhbətin niyə təəccübləndi? Deyir, axı bu adam həqiqəti deyirsə və bunu qovurlarsa bu necə olur? Bax, burada yazmışdı. Deyir, mən həqiqətdə söyləyən insana ona görə
qınağa məruz qalıram. Qoca da təəccüblənir. Deyir, görəsən niyə? Bu axı səhv iş görmür. Niyə bunu qovurlar? Liftin yaranma tarixinə gələk. 23-cü sualda 23-də C olacaq. İnsanların qorxu keçirməsi. İvan Kulibinin təklif etdiyi liftin geniş yayılmamasının əsas səbəbi insanların qorxu hissi keçirməsi idi. 24-də mətnin əsasında aşağıdakı fikirlərdən hansı doğrudur? Otis burada 1854-də etmişdi bu işi. Lifti hazırlamışdı. 3 il sonra New York'da ilk sərnişin lifti işləməyə başladı. C variantı. 24'də C. 25'te çərçivə içərisində verilmiş müntəzəm olaraq, yəni daimi olaraq, düzgün, ardıcıl, sistematik, daimi olaraq, müntəzəm. 25'te Y. 26'da mətnin əsas hissəsinə aid deyil, Y variantı nəticəyə aiddir. 27'də birinci heyvanların meydana liflə çıxarılması, sonra Otis'in özünü təhlükəyə atması və New York'da sərnişin liftinin işə düşməsi. 2-1-3 A variantı. 28'də aşağıdakı suallardan hansının cavabı yoxdur? Müasir liftlərdə hansı yanacaq növündən istifadə olunur? Yanacaq növü yox idi. 28'də D. 29'da hansı ifadə hərəkətə gəlmək məcazi idi? C variantı. 30'da liftin təhlükəsiz edən əsas detal nə idir? Burada yazmışdı ki, tormoz mexanizmi düzəltmişdi və o lifti saxlayırdı. Belə, sürətli bir şəkildə bütün sualların izahını verdik. Əgər video sizin üçün faydalı olursa, kanala abunə olmağı unutmayın. Təşəkkürlər.